Əgər bu videonun sonuna qədər izləməsən, kanalın böyüməyəcək. YouTube açırsan, video yükləyirsən, amma baxışlar yox, abunə yox. Düşünürsən ki, algoritm sənə qarşı gəlir. Xeyr, sən sadəcə algoritmin deyil. Bu videoda sənə səbəbləri və hər yollarını göstərəcəm ki, kanalın böyüsün və istədiyin yerlərə gəlib çata biləsən. Yeni kanalsan. Səhv başlanğıc bərabərdir videonun ölümü. Səhv başlanğıc bərabərdir videonun ölümü. Bu məsəl üçün, salam dostlar, kanalıma xoş gəlmisiniz. Belə bir giriş olanmaz. Video izləyici dərhal düşür, reytinqlər düşür. Düzgün başlanğıc, sual, problem, bir şey olmalıdır. Məsəl üçün sizə bir şey göstərim. Misal üçün, əgər bu videonun sonuna qədər izləməsən, videoların kanalın böyüməyəcək. İndi baxın görün hansı daha yaxşıdır. Birinci dediyim yaxşıdır, yoxsa indiki? Yeni kanalların böyük səhvləri də ondadır ki, tutulan bir konsepti bir eləmək istəyirlər. Fikirləşin, eyni başlıq, eyni qrafika, eyni video. YouTube deyir, onsuz da bundan var, mən niyə bir də paylaşım? Siz izləyicilər fərq yaratmalısınız. İzləyici deməlidir ki, mən bu videonu niyə izləyim? Başa düşürsünüz, yəni, eyni konseptləri yaratmağa çalışmayın. Əla video çəkirsən, amma klik yoxdur. Səbəb pis başlıq söylənsin, tumble. Başlıq çox uzun və emosiyasız olduğu üçün bu videolar izlənməyə bilər. Tumble qarışıq, balaca yazı, bu videolar nətə izlənməyən görürsünüz. YouTube bunu görür, deyir, videonu 100 nəfərə göstərdim, 2 nəfər klik elədi. Deməli, video maraqsızdır, buna görə də YouTube sizi qabağa çıxartmır. Ən real həqiqət odur ki, insanlar başa düşmürlər, yeni kanalsız 10-50 izləmək sizin üçün çox yaxşı bir şeydir. İnsanlar 5 video atırlar, görürlər, izləmirlər, o dəqiqə YouTube bıraxırlar. YouTube davamlılığı sevir. Video atmağa davam edin. Bəlkə də ilk 50, 70, 100 videomuz izlənməyəcək, amma 101-ci video daha yaxşı olacaq. Siz əvvəldən lap pis də olsa o videolarınızı atın, amma yavaş-yavaş onları gəlişdirin. Bir gün səs, bir gün qrafika. YouTube davamlılığı sevir. Heç vaxt bıraxmayın. Davam edin. Təslim olma. Hamı da bir şeydir, videosu izlənməyən kimi hamı bir şeydir. Algoritm mənə bastırır. Algoritm sənə bastırmır, xeyr. Sadəcə algoritm soruşur, bu video maraqlıdırmı? Bu videonu izlənəcəkmi? Bu videonu insanlar bəyənirmi? Cavabınız hərdirsə, deməli yayacaq. Cavab yoxdursa, video öldü. Bu qədər şey danışandan sonra bunun üçün nə eləməlisiniz, onu deyəcəm. Bu qədər şey danışandan sonra bunun üçün nə eləməlisiniz, onu deyəcəm. 6 dənə burada yazmışam, hamısını deyəcəm sizə. Hər yolu bulardır. Videonu problem ilə başlayın. İkinci, ilk 30 saniyədə dəyər verin. Əgər ilk 30 saniyədə dəyər verməsəz, o insanlar çıxacaq. Başlıq maraq yaratmalıdır, mütləq. Dördüncü, tumble emosiyalar, mütləqdir. 5. Eyni mövzuda 10 video çəkin. Görürsünüz, mənim konseptlərim hələ də eyni gedir. 6-cı, ən əsası təslim olma. Narahat olmayın. Gələcəyiniz qabaqdadır. İndi bilirsən, problem səndə deyil, yanaşmadadır. Əgər bu video sənə faydalı olsa, videonu bəyən, rəylərdə kanalın niyə bölümü yaz və abunə ol. Gələcək videoda YouTube'da sıfırdan başlamaq haqqında təzə video çəkəcəm. 2 gün sonra YouTube editlərə hazırdır şey. 2 gün sonra paylaşacağım. Videomuz xoşuma gəldisə, bəyənib də bir kanalıma da abunə olsanız, sevinərəm. Görüşənədək.